Hər vaxt xeyir olsun bir daha dəyərli traderlər. Ümid edirəm hər biriniz yaxşısınız. Uşaqlar, səhər saatlarında 44-də açılan əməliyyatlar demək 63-ə qədər qalxdı. Yəni gümüşdə də yəni açılan əməliyyatlar, yəni kifayət qədər o da qalxdı, 500 pips qalxdı. Euro dollarda, funt dollarda onlar açılıb bağlandı. Bitcoin də hələ durur əməliyyatlar. Əsasən də yəni gümüşdə olan əməliyyatlar, yəni bizdə baxaq görək nələr olub bu gün, nələr baş verib. Yəni biz açdığımız əməliyyatların siyahısını göstərək sizə. Yəni burada biz deməli gümüşdə, qızılda, funtda, funt dollarda, euro dollarda olan əməliyyatlardır. Yəni hal-hazırda yəni sürətlə qalxdı yuxarı. Mən sizə səhər saatlarında demişdim ki, yəni xəbər yoxdursa, yenə günün ikinci yarısından sonra bazara aktiv hərəkət edəcək. Yəni getdi, kimi sığortaladı, kimi sığortalamadı, kimi bağladı, kimi bağlamadı. Yəni bizdə açılan əməliyyatlar bağlandı. Yəni qalan əməliyyatlar bunlardır. Yəni 3-4 dənə əməliyyatımız yenə var, açıq əməliyyatlarımız. Yəni bunlara take profit qoymuşuq. Əslində belə baxanda heç də az hərəkət eləmədi. Yəni bizim üçün yetərincə şərait yaratdı ki, biz deməli baxın, hardasa 18 dollarlıq bir yüksəliş oldu. Yəni belə yüksəlişdən sonra qırılıb aşağı da gələ bilər ha. Yəni bunu nəzərə alın. Yəni adətən belə baylar verirlər, bir də görürsünüz ki, aşağı gəlir. Məncə heç bir fərqi yoxdur. Yəni bu aşağı gəlsə belə, sonradan yuxarı qalxanda bağlayaram aşağıdan yenə bay verirəm və ya da sel açacağam. Yəni bu xətləri görürsünüz, səhər saatlarına bu xətlərə baxarsınız, bunu çəkmişəm ki, yəni bu xətlərdən, yəni birinci xətdən keçsə, ikinci xətdən qayıdacaq. Baxın, ikinci xətti keçsə əgər sürətdən aşağı enəcək. Bizim elə hisselərimiz biraz aşağı salır, sell stoplarımızı. Yəni hal-hazırda kifayət qədər qalxdı yuxarı. Yəni ümid edirəm uşaqların əksəriyyəti bağladı. Bu da gümüşdür. Gümüşdəki yəni o da gəldi, qalxdı yuxarı. Bizim bir dənə bayımızı bağladı. Təbii ki, əsas bay qalır orada. Hələ ki, bunu biraz qaldıraq yuxarı. Yəni bugün təbii ki, gözlənti yuxarı idi. Yəni biz gözləyirik ki, 4475-ə qədər, 4480-ə qədər qalxsın. Çünki 5-ci günə bir belə enmişdi və xəbərdə. Yəni 2 gün xəbər yoxdur deyənə bu yavaş-yavaş həmin nöqtəni doldurmalı idi. Sabah Amerikada xəbərlər var. Amerikada xəbərlər yaxşıqsa yenə qızıl enəcək. Yəni yaxşı çıxsa, pis çıxsa təbii ki, qısa zaman ərzində buradan bura qədər 120 dollarlı bir qalxışda həmin bağlayacaq onu. Belə biz gözləyirik hələ ki, görək nələr baş verir. Biz gördüyünüz kimi, bax belə hallarda bu riskli. Çox traderlər belə hallarda arda-arda, yəni bay əməliyyatlarını yerləşdirirlər. Bu biraz riskli, biraz ehtiyatlı olmaq lazımdır. Belə, yəni dediyim kimi, bu aşağı gəlsə, buradan formalaşsa, yəni sürətli enişlər müşahidə olunacaq. Biraz ehtiyatlı olun. Bizdə də euro dollar, funt dollar, yəni gəlirlə bağlandı. Yəni başqa bir əməliyyatımız yoxdur. Yəni yalnız bunlardır. Yəni gümüşdə, qızılda və Bitcoin-də açıq əməliyyatlarımız var. Əslində bunlar hamısı gəlirdə idi. Sadəcə olaraq mən video çəkənə qədər, açana qədər bunlar yəni bu düşdü. Yoxsa bunlar yəni hamısını yox, yəni bircə əməliyyatı saxlayardım. O da 44-dəki əməliyyatı saxlayardım. Hamınıza uğurlar. Ümid edirəm bu gün də sizin üçün uğurlu keçdi. Yəni qızılda olan yetərincə gəlir verdi. Dediyimiz kimi 44-dən gələn alışlar 18 dollara bir qalxdı. Gümüşdəki yaxşı qalxdı, euro dollar, funt dolları take profitdən bağlandı. Yəni bu hələ deyək ki, korreksiya eləyəcək. Baxaq görək, bu kölgəni vurdu. Bu nə demək istəyir bu kölgə ilə? Yəni yeni bir maksimum vurdu. Bu demək istəyir ki, yeni bir maksimum vurdu. Biraz korreksiya verəndən sonra yenidən qalxacaq da deyə bilər və ya demək istəyir ki, burada qalxanda nümayiş etdirir ki, burada kütlə aldı ki, qalxacaq və bu aşağı düşüb bütün əməliyyatları partladacaq. O cürdə ola bilər. İki cür variant var. Yəni baxa görə hələ saat 6-dan sonra baxa görə növbəti şam necə açılır. Uğurlar hamınıza.